Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif Azərbaycan dili dərsliyinin 1-ci hissəsindəki dərslərimizə davam edirik. Artıq səhifə 60-dayıq. Yeni bölməyə keçdik, 4-cü bölməyə. Bölmənin adı Niyə belə deyirik? 1-ci fəsildə başlayırıq. Bir ada deyir ki, qədim Yunanistan haqqında nə bilirsiniz? Hansı qədim Yunan alimlərini, qəhrəmanlarını tanıyırsınız? Qədim Yunanistan elm mərkəzi sayılırdı. Bir çox mətnlərdə Yunan alimlərinin, qəhrəmanlarının adını eşitmişik. Məsələn, Aristotel, Platon, Sokrat və s. İndi isə mətnimiz var, qədim Yunan sözləri. Gəlin o mətni oxuyaq. Qədim Yunanistan dünyada elmin beşiği sayılır. Bir çox elm sahələri burada yaranmışdı. Böyük Yunan alimləri biliklərini gənc nəslə ötürmək üçün öz məktəblərini yaradırdılar. Beləliklə, ölkədə təhsil inkişaf edirdi. Təsadüfi deyil ki, elm və təhsillə bağlı bir sıra sözlər qədim Yunan dilində yaranmış, sonradan başqa dillərə keçmişdi. Gimnaziya. Qədim Yunanlılar fiziki tərbiyəyə çox diqqət yetirirdilər. Yeniyetmə və gənclərin fiziki hazırlığı üçün xüsusi yerlər ayrılırdı. Burada onlar idmanla yarıçılpaq məşğul olurdular ki, paltar bədənlərini narahat etməsin. Bu səbəbdən həmin yer Yunanca gimnazium, yəni yarıçılpaq halda məşq etmək üçün yer adlanırdı. Gimnastika sözü də bu sözdən yaranmışdı. Yunanlılar hesab edirdilər ki, insan həm əqli, həm də fiziki cəhətdən inkişaf etməlidir. Ona görə də gimnaziyada təlim-tərbiyə yalnız fiziki məşqlərlə məhdudlaşmırdı. Müəllimlər şagirdlərlə həm də elmi mövzularda söhbətlər edirdilər. Beləliklə, gimnaziya qılınc oynatma, qaçış, əlbəyaxa döyüş, musiqi, ritorika, riyaziyyat və sair sahələr üzrə dərslərin keçirildiyi təhsil ocağı idi. İngilis dilində indiyədək gimnazium sözü ancaq idmanla məşğul olunan yeri bildirir. Bir çox başqa dillərdə, o cümlədən Azərbaycan dilində gimnaziya sözü məktəb anlamına gəlir. Lisey. Gimnaziyaların əksəriyyəti indiki Yunanistanın paytaxtı Afinada yerləşirdi. Afinalılar arasında demək olar ki, savadsız adam yox idi. Oğlanlar kiçik yaşlarından müəllim yanına gedirdilər. Biraz böyüdükdən sonra onlar gimnaziyaya daxil olurdular. Qızlar isə evdə təhsil alırdılar. Böyük Yunan alimi Aristotel də öz gimnaziyasını yaratmışdı. O, Afina sakini deyildi. Buna görə də Afinada ev və torpaq almaq hüququ yox idi. Bu səbəbdən böyük filosof şəhərdən kənarda yerləşən Apollon Likeysk məbədi yaxınlığında yaşıllıq bir yerdə dərs keçirdi. Bu məktəb məbədin şərəfinə Likey adlanırdı. Qədim Yunan dilindən tərcümədə Likiya sözü canavarları məhv edən deməkdir. Aristotelin məktəbi böyük şöhrət qazanmışdı. Likey sözü illər keçdikcə liseyə çevrildi. O vaxtdan bir çox ölkələrdə uşaqlar üçün təhsil ocaqları lisey adlandırıldı. Akademiya. Yəqin ki, akademiya sözünü eşitmişsiniz. Bu sözün də mənşəyi qədim Yunan dilinə gedib çıxır. Afina şəhərində əfsanəvi qəhrəman Akademin adını daşıyan səfalı bir təpəcik var imiş. Məşhur alim Platon bu təpəcikdə öz məktəbini yaratmışdı və şagirdlərinə burada dərs keçirdi. Platon özü də gimnaziya təhsili almışdı. Böyük alim olmaqla yanaşı, həm də güləş üzrə olimpiya çempionu idi. Platonun yaratdığı məktəb yerləşdiyi təpəciyin adı ilə Akademiya adlanırdı. Bu məktəb dünyada ilk ali təhsil ocağı sayılır. Elə o vaxtdan möhtəbər elmi mərkəzləri və tədris müəssisələrini akademiya adlandırırlar. Bəli, mətni oxuduq. Nə anladın? Burada qlossaridə terminlərin izahı var. Əvvəlcə bunu oxuyaq. Ritorika natiqlik sənətidir. Etimologiya sözlərin mənşəyini öyrənən dilçilik sahəsidir. Belədir, mətnə istinad etməklə fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin. Bir çox elm sahələri qədim Yunanistanda yaranmış. Bəli, bu doğrudur. Mətndə oxuduq bunu. 2-dədir, gimnaziyada yalnız fiziki tərbiyə ilə məşğul olurdular. Xeyr, yazılmışdı ki, gimnaziyada həmçinin elm öyrədirdilər. Harada yazılmışdı? Yəni onu tapaq buradan. Baxın, burada yazılıb. Ona görə də gimnaziyada təlim-tərbiyə yalnız fiziki məşqlərlə məhdudlaşmırdı. Müəllimlər şagirdlərlə həm də elmi mövzuda söhbətlər edirdilər. Həmçinin hansı dərslər keçirilirdi, o da yazılıbdı. Ona görə buna yanlış deyirik. Qızların gimnaziyada təhsil almaq hüquqları var idi. Xeyr, yanlış. Biz mətndə oxuduq ki, qızlar evdə təhsil alırdılar. Baxın, burada yazılıb. Qızlar isə evdə təhsil alırdılar. Deməli, onların gimnaziyada təhsil almaq hüquqları yox idi. 4-dədir, Aristotelin yaratdığı məktəb sonralar lisey adlandırıldı. Bəli, doğrudur. Mətndə yazılıb ki, əvvəlcə Likey adlanırdı həmin yer.
Aristotelin məktəbi böyük şöhrət qazanmışdı. Likey sözü illər keçdikcə liseyə çevrildi. Böyük Yunan filosofu Platon həm də idmançı idi. Bəli, o da burada yazılmışdı ki, burada Platon haqqında yazılıb və deyir ki, o böyük alim olmaqla yanaşı həm də güləş üzrə olimpiya çempionu idi. Deməli, bu da doğrudur. Mətndə hansı Yunan alimlərinin adı çəkilir? Bu alimlər və onların yaratdığı təhsil ocağı haqqında danışır. Aristotelin adı çəkilir və deyilir ki, böyük Yunan alimi Aristotel öz gimnaziyasını yaratmışdı. O Afina sakini değildi. Buna görə də Afinada ev və torpaq almaq hüququ yox idi. Bu səbəbdən onun açdığı məktəb şəhərdən kənarda yerləşirdi. Onun açdığı məktəb Likey adlanırdı. Sonra Platon haqqında yazılıbdı. Məşhur alim Platon Akademiya adlanan təpədə öz məktəbini yaratmışdı. Məktəb yerləşdiyi təpəciyin adı ilə Akademiya adlanırdı. Bu məktəb dünyada ilk ali təhsil ocağı sayılırdı. Düşün və cavab ver. C-dir. Mətnin müəllifi oxucuya hansı fikri çatdırmaq istəyir? O öz fikrini əsaslandırmaq üçün hansı faktlardan istifadə edir? Mətnin məqsədi elm və təhsillə bağlı bir çox sözlərin Yunan dilində yarandığı və sonradan başqa dillərə keçməsi haqqında məlumat verməkdir. Müəllif gimnaziya, lisey, akademiya sözlərinin mənşəyini izah etməklə fikrini əsaslandırır. Deyir ki, mətndəki bilgilərə istinad edərək aşağıdakı fikri əsaslandırın. Bir çox Yunan sözlərinin etimoloji mənası ilə müasir mənası fərqlidir. Bəli, çünki biz məsələn gimnaziya sözünü oxuduq ki, Yunanca gimnazium, yəni çılpaq halda məşq etmək üçün yer adlanırdı. Həmçinin qədim Yunan dilində tərcümədə likiya sözü canavarları məhv edən deməkdir. Likey sözü illər keçdikcə liseyə çevrildi. O vaxtdan bir çox ölkələrdə uşaqlar üçün təhsil ocaqları lisey adlandı. Edə deyir, sizcə nə üçün qədim Yunanistanda qızları gimnaziyada təhsil almağa buraxmırdılar? Qədim Yunanlar fiziki tərbiyəyə çox diqqət yetirirdilər. Yeniyetmə və gənclərin fiziki hazırlığı üçün xüsusi yerlər ayrılırdı. Burada onlar idmanla yarıçılpaq məşğul olurdular ki, paltar bədənlərini narahat etməsin. Bu səbəbdən məşğələlərdə yalnız oğlanlar iştirak edirdilər. Keçirik səhifə 62-yə. 2A-da deyir ki, qədim Yunan alimləri haqqında aşağıda verilən məlumatları oxuyun. Bu məlumatları mətnin müvafiq hissələrinə əlavə etməklə həmin hissələri genişləndirib nəql edin. Hipokrat haqqında yazılıb, təbabət sahəsi qeyd olunub. Sonra Pifaqor riyaziyyat, Herodot tarix, Arximed fizika. Sonra yazılıb ki, müəllimi ona Plato adını vermişdi. Bu söz Yunanca genişlik mənasını verir. Şərqdə isə onu Əflatun adı ilə tanıyırlar. Sonra yazılıb onun adı Aristos sözü ilə bağlıdır. Bu söz Yunanca əla, çox yaxşı mənasını verir. Şərqdə ona Əraston deyirlər. Bu Yunan alimləri haqqında məlumatlardan istifadə etməklə mətnin giriş hissəsini genişləndirmək mümkündür. Məsələn, bu cür demək olar ki, böyük Yunan alimləri biliklərini gənc nəslə ötürmək üçün öz məktəblərini yaradırlar. Mətnin giriş hissəsində yazılmışdı bu cümlə. Bundan sonra əlavə etmək olar ki, məsələn, Hipokrat, təbabət, Pifaqor, riyaziyyat, sonra burada vardı Herodot tarix, Arximed isə fizika elmi ilə məşğul olmuşdu. İkinci fikri, deməli, bu Platon haqqındadır. Ona görə Platon haqqında məlumatla Akademiya adlı yarımbaşlıqlardakı məlumatları genişləndirmək mümkündür. Bu məlumatı, deyir müəllimi ona Plato adını vermişdi. Platon özü də gimnaziyada təhsil almışdı. Bundan sonra, baxın burada deyir Platon özü də gimnaziyada təhsil almışdı. Ondan sonra deyirlər ki, müəllimi ona Plato adını vermişdi və davam edir. Üçüncü fikri başa düşürük ki, Aristotel haqqındadır. Həmin Aristotel haqqında olan hissəyə artırmaq olar. Burada deyir, onun adı Aristos sözü ilə bağlıdır. Bunu biz deməli hara artıra bilərik? Böyük Yunan alimi Aristotel də öz gimnaziyasını yaratmışdı və bundan sonra onun adı haqqında danışa bilərik ki, onun adı Aristos sözü ilə bağlıdır. Bu söz Yunanca əla, çox yaxşı mənasını verir. Şərqdə isə ona Əraston deyirlər.
B tapşırığına baxırıq. Müasir təhsillə qədim Yunanistandakı təhsili müqayisə edin. Müasir dövrdə təhsilin hansı mərhələləri var? Biz mətndə oxuduq ki, qədim Yunanistanda oğlanlar təhsil alırdı, qızlar isə evdə oxuyurdu. Müasir dövrdə isə qızlar, oğlanlar eyni hüquqa malikdilər. Həmçinin qədim Yunanistan təhsilində daha çox idmana yol verilirdi. İdman sahələrinə daha çox yol verilirdi. Mətndə oxuduq, qılınc oynatma var idi. Sonra döyüş, əlbeyxa döyüş, qaçış. Sonra isə riyaziyyat və sair sahələr üzrə dərslər keçirilirdi. Müasir dövrdə isə elmin müxtəlif sahələrinə aid dərslər keçirilir. Və soruşur ki, müasir dövrdə təhsilin hansı mərhələləri var? Məktəbə qədər İbtidai, orta, sonra ali. Siz artıq məktəbə qədəri, ibtidai mərhələləri bitirmisiniz. Orta təhsil davam etdirirsiniz. İnşallah ondan sonra da ali təhsil alarsınız. İndi isə dinləməmiz var. Dinləmə 12 deyir, 3A-da deyir ki, müəllimin oxuduğu teatr mətnini dinləyin və yaddaş xəritəsini tərtib edin. Gəlin 12-ci dinləməmizi dinləyək. Teatr. Milattan öncə 6-cı əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatr artikildi. Yunan sözü olan teatr, tamaşa yeri deməkdir. Xorun çıxış etdiyi yer orkestr, aktyorların oynadığı yer ssenə, yəni səhnə adlanırdı. Milattan öncə 5-ci əsrin sonları, 4-cü əsrdə bütün Yunan şəhərlərində açıq havada tamaşa göstərmək üçün teatr artikilmişdi. Azərbaycanda isə teatr sənətinin kökləri xalqın məişəti, adət, ənənələri ilə bağlıdır. Qədim tarixə malik Novruz mərasiminə aid kösə-kösə oyunu teatr örnəklərimizdən biridir. Teatr tamaşasında xüsusi paltar geyinən, maska taxan aktyorlar iştirak edir. Bəli, mətni dinlədik. Bizə demişdi, yaddaş xəritəsi tərtib edin. Məsələn, yaddaş xəritəsində yaza bilərik sözün mənası. Yunan mənşəlidir, tamaşa yeri mənasındadır. Yaranma tarixin, eramızdan əvvəl 6-cı, 5-ci əsrlər. Azərbaycanda ilk teatr nümunələri, kösə-kösə oyunu. B tapşırığında deyir, Azərbaycan dilində işlənən qədim Yunan sözləri haqqında araşdırma aparın. Onların etimologiyası və dilimizdəki mənası ilə bağlı təqdimat hazırlayın. Birinci qrup məişət. Stadion, qəzet, labirint, kataloq. Yəni mənşətə aid sözlərdir. Burada o sözlərin mənasını və mənşəyin yazmaq lazımdır. İkinci qrup ölçü vahidləri. Metr, kilometr, qram, kiloqram. Üçüncü qrup musiqi və teatra aiddir. Xor, ritm, melodiya, harmoniya. Dördüncü qrup tibbə aiddir. Allergiya, analiz, optik, diaqnoz. Nümunə verib burada söz. Nektar sözünü verib, sözün mənası meyvələrdən alınan şirədir. Sözün mənşəyi qədim Yunan əsatirində əbədi gənclik və gözəllik verən içki. Bu şəkildə biz də digərlərini yazmalıyıq. İndi isə gəlin həmin sözlərin mənasına və mənşəyini öyrənək. Stadion, Yunan sözü stadios təsbit edilmiş, müəyyən olunmuş mənasını verirdi. Buna görə də müəyyən edilmiş məsafəni stadion adlandırırdılar. Olimpiya oyunlarında qaçış üçün nəzərdə tutulmuş ənənəvi olimpiya məsafəsi bir stadiona 190 metrə bərabər idi. Beləliklə, məsafənin uzunluğu qaçış növünün adına çevrildi. Tədricən bu ad qaçış üzrə yarışların keçirildiyi yerə şamil edilməyə başlandı. Bugün stadion idman tədbirlərinin keçirildiyi tikililər kompleksidir. Labirint, Yunanca labirintos, dolaşıqlıq deməkdir. Qədim Misirdə və Yunanistanda çox mürəkkəb quruluşu olan qəsdən dolaşıq yollar qoyulmuş, giriş və çıxışını tapmaq çətin olan xəzinə yeri.
Qəzet təxminən 1550-ci ildə Venesiyada ən son xəbərlər çap olunmuş vərəqlər yayılmağa başladı. Bu vərəqlər demək olar ki, o zamanın qəzetləri idi. Onlar balaca, kələkötür və çox ucuz idi. Dəyəri çox az olan metal pula bu vərəqlərin bir nüsxəsini və ya bu vərəqlərdəki xəbərlərin ucadan oxunduğu toplantıya buraxılışı almaq olurdu. Bu metal pullar qəzet də adlanırdı. Tezliklə xəbər vərəqləri də belə adlandırılmağa başladı. Kataloq, Yunanca katalogos, siyahı deməkdir. Müəyyən qayda üzrə tərtib edilmiş şeylərin, kitabların, əlyazmaların, muzey eksponatlarının və s. siyahısıdır. Keçdik ikinci qrupun sözlərinə. Metr Yunanca metron, meyar, ölçü vahidi. Kilometr 1000 metrə bərabər, məsafəsi 1000 metr olan uzunluq ölçüsü. Qram Yunanca gramma, cizgi, hərf, yazılış. Kiloqram 1000 qrama bərabər çəki ölçüsü. Üçüncü qrupun sözləri. Xor, yığıncaq, cəmaət, hər hansı vokal əsəri bir vaxtda ifa edən oxuyanlar dəstəsi, ritm, ahəng, uyğunluq, səs, nitq və s. ünsürlərinin təkrarlanmasında müəyyən ardıcıllıq, ahəng, melodiya, nəğmə, hava, müəyyən musiqi vəhdədə əmələ gətirən səslərin ahəngdar ardıcıllığı, harmoniya, əlaqə, rabitə, uyğunluq, tarazlıq, həm ahəng tonlar, ahəngdarlıq. Dördüncü qrupun sözlərinə keçdik. Allergiya, Yunanca alos, başqa, ergon, təsir. Orqanizmin bu və ya başqa maddəyə ifrat dərəcədə həssaslığı. Bu həssaslığın doğurduğu fəsadlar, dəri səpməsi, göz yaşarması və s. Analiz, Yunanca analisis, bölmək, ayırmaq. Tədqiq edilən obyektin xəyalən tərkib hissələrinə ayrılması və hər hissə haqqında fikir yürüdülməsi. Fikir yürüdülməsindən ibarət olan elmi araşdırma üsulu, təhlil. Aptek, Yunanca apoteke, ambar. Reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. Diaqnoz, Yunanca diagnosis, dərk etmə, təyin etmə, sistemli müayinə əsasında xəstəliyin müəyyən edilməsi. Yazıya aid tapşırıq var burada. 4A-da deyir ki, aşağıdakı məlumatı oxuyun, Platonun sözlərini izah edin. Platon məşhur filosof Sokratın tələbəsi olmuşdu. Onlar həm də dost idilər. Ancaq bəzi elmi məsələlərdə fikirləri ayrılırdı. Platon müəlliminə hörmət əlaməti olaraq deyirdi: Sokrat mənim dostumdur, lakin mən həqiqəti hər şeydən üstün tuturam. Bizə deyir ki, Platon sözlərini izah edin. Nə demək istəyir Platon? Platon ədaləti, həqiqəti hər şeydən üstün tuturdu. Hətta müəllimi Sokratla belə fikir ayrılıqları olanda o həqiqəti seçirdi. B-də deyir ki, təsəvvür edin ki, müəlliminiz hər hansı məsələ haqqında sizdən fikrinizi soruşur. Həmin məsələ ilə bağlı mövqeyiniz müəlliminkindən fərqlənərsə, bu vəziyyətdə nə edərdiniz? Bu haqda esse yazın. Mən nümunə oxuyacağım, siz isə öz fikirlərinizi yazsaz, təbii ki, daha gözəl olar. Müzakirələri çox sevirəm. Hər hansı bir mövzuda müəyyən bir mövqe tutmaq, fikir söyləmək xoşuma gəlir. Lakin bəzən müzakirələr zamanı fikir ayrılığı olur. Yoldaşlarımla, hətta müəllimlərimlə. Bəs hər hansı məsələdə mövqeyimiz müəllimin mövqeyindən fərqlənirsə, bu vəziyyətdə nə etməliyik? Məncə hər bir kəsin fikir söyləmək və mövqe nümayiş etdirmək haqqı var. Lakin bu zaman müəyyən sərhədləri keçmək olmaz. Düşünürəm ki, müzakirədə iştirak edən hər bir kəs ilk növbədə bir-birinin fikirlərinə hörmətlə yanaşmalıdır. Əgər həm söhbətinin fikri ilə razılaşmırsansa, sizin fikrinizə hörmətlə yanaşıram, amma mən belə düşünürəm ki, ifadəsi ilə başlayaraq fikrimizi izah edə bilərik. Keçirik səhifə 63-ə. Bu səhifədə dil qaydaları var. Qaydamız alınma sözlər və şəkilçilər. 5A-da deyir ki, sizcə dilin lüğət tərkibi necə zənginləşir? Leksik şəkilçilər vasitəsilə. Məsələn, duz isimdir, duzlu isə sifətdir. Həmçinin mürəkkəb sözlərin yaranması ilə. Məsələn, çoban və yastıq sözləri ayrı-ayrı sözlərdir. Birləşir, yeni bir söz yaranır, çoban yastığı. Yəni, leksik şəkilçilərlə mürəkkəb sözlərin yaranması ilə görürük ki, lüğət tərkibi, yəni sözlərin sayı artır, zənginləşir. Yadda saxla. Dilin lüğət tərkibi düzəltmə və mürəkkəb sözlərlə yanaşı, həm də alınma sözlər hesabına zənginləşir. Bu sözlərin əksəriyyəti ərəb, fars, rus və müxtəlif Avropa dillərindən alınmışdır.
Əsl Azərbaycan sözlərindən fərqli olaraq bir çox alınma sözlər ahəng qanununa tabe olmur. Məsələn, ərəb-fars mənşəli sözlər atəş, günah, Rus-Avropa mənşəli sözlər kompüter, samavar. Beydə deyir sözlərin izahlarını oxuyun. Sizcə bu sözlərdən hansı əsl Azərbaycan sözüdür? Seçiminizi əsaslandırın. Kenguru Avstraliya və Yeni Gvineyada yaranıb. Avstraliya və Yeni Gvineyada yayılıb. Bu təbii ki, Azərbaycan sözü ola bilməz. Azərbaycan sözü olması üçün bu heyvanın da Azərbaycanda yayılması lazım idi. Amma bu bilirik ki, daha çox Avstraliyada olur. Azərbaycanda isə adətən olmur. Olsa da zooparkda saxlamaq üçün ola bilər. Ayı dünyanın bir çox ərazilərində, o cümlədən Cənubi Qafqazda yayılıb. Bəli, bu Azərbaycan sözdür. Çünki Azərbaycan Cənubi Qafqazda yerləşən ölkədir. Deməli, ayı bizim ərazimizdə də yaşayır. Təbii ki, bu heyvanın adı əsl Azərbaycan sözüdür. Ayı sözü həm də ahəng qanununa tabe olur. Zürafə Afrikada yaşayan heyvan. Bu da Azərbaycan sözü deyil. Çünki zürafə Azərbaycanda yaşamır. Burada da qeyd olunduğu kimi Afrikada yaşayır. C-də deyir, verilmiş bilgiyə əsasən mikrorayon, mikroorqanizm sözlərinin mənasını izah edin. Mikro Yunanca kiçik deməkdir. Deməli, mikrorayon kiçik rayon, mikroorqanizm isə adi gözlə görünməyən kiçik orqanizm mənasını verir. Ç tapşırığına baxırıq. Uyğunluğu müəyyən edərək sözləri yaradın, sözlərin mənasını təxmin edin və lüğət vasitəsilə dəqiqləşdirin. Nümunə verib auditoriya dinləmək üçün yer. Audio səsdir, toriya yerdir. Buradan başa düşürük ki, bu dinləmək üçün yerdir. Mikroskop olacaq. Mikro kiçik, skop baxmaqdırsa, deməli mikroskop sözünün mənası adi gözlə görünməyən şeylərə baxmaq üçün böyüdücü şüşələr sistemi olan optik cihazdır. Orfoqrafiya, orfo düzgündür, qrafiya yazmaqdır. Deməli, sözlərin düzgün yazılışını tənzimləyən vahid qaydalar sistemidir orfoqrafiya. Biologiya, biohəyatdır. Logiya elmdir. Deməli, biologiya canlı cisimlərin həyat və inkişafı qanunlarını tədqiq edən elmdir. Keçirik D tapşırığına. Sözləri kök və şəkilçiyə ayırın. Şəkilçilər qoşulduğu sözlərin mənasını necə dəyişir? Nümunə xəstəxana, yeməkxana, xana şəkilçisi məkan mənalı söz yaradır. Şöhrətpərəst, xəyalpərəst. Burada isə pərəst şəkilçisi xoşlayan mənasını yaradır. Şöhrətpərəst, yəni şöhrəti xoşlayan, xəyalpərəst də xəyal qurmağı xoşlayan insanlara deyilir. Bilirik ki, çaydan, güldan. Deməli, hər ikisi qab mənasını verir. Çay sözündən çaydan sözü, gül sözündən güldan sözü yaranıb. Deməli, başa düşürük ki, dan şəkilçisi qab mənasını yaradır. Deməli, deyilir ki, burada dilimizdə bəzi şəkilçilər başqa dillərdən alınıb. Bu şəkilçilər bir cür yazılır, yəni qoşulduğu sözdən asılı olaraq dəyişmir. Məsələn, tələbkar, fədakar. Sonda ə olanda da kar oldu, a olanda da kar oldu. Yəni, ahəng qanuna tabe olmadı. Buradan başa düşürük ki, bu şəkilçilər alınma şəkilçidir. Sözlər kök və şəkilçiyə ayırıb yazın. Həmin şəkilçilərin 2, 4 yoxsa bir cür yazılmasını müəyyən edin. Balıqçı, dənizçi, futbolçu, gülçü. Deməli, gördük ki, burada çı, çi, çu, çü. Eyni şəkilçidir. 4 cür yazılan çı şəkilçisidir. Deməli, bu 4 cür yazılır. Zəhmətkeş, qayğıkeş, əzabkeş. İkincidə keş şəkilçisini görürük. Və görürük ki, bütün sözlərdə keş artırılıb. Sözdəki sait incə olanda da keş artırılıb. Qalın olanda da, həmçinin ahəng qanuna tabe olmayanda da keş artırılıbsa, deməli başa düşürük ki, keş şəkilçisi bir cür yazılır. Üçüncüdə vurmaq, bölmək, gəlmək. Maqmək şəkilçisi var. 2 cür yazılır və biz onsuz da bilirdik ki, tərkibində a, ə olan şəkilçilər 2 cür yazılır. Və görürük ki, burada ahəng qanuna uyğun olaraq qalınsa a artırılır, incədirsə ə artırılır. Ə ilə olan şəkilçi artırılır. Vətənpərvər, qonaqpərvər. 4-cüdə şəkilçimiz pərvərdir. Və vətən sözündə incə saitlərdir. Qonaq sözündə qalın saitlərdir. Amma hər ikisində görürük ki, ancaq pərvər artırılıb. Deməli, başa düşürük ki, pərvər bir cür yazılır və bu alınma şəkilçidir. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.